2 gün öncə Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ tələfatsız ötüşsə də müəyyən narahatlıqları da özü ilə birgə gətirdi. Köhnə binaların yeniləri ilə əvəzlənməsini. Bu ilin aprelin 23-də mərkəzi Silivri olan 23 kilometr dərinlikdə Mərmərə dənizində baş verən 6,2 bal gücündə zəlzələ təkcə İstanbulda deyil, ətraf şəhərlərdə də ciddi şəkildə hiss olundu. Zəlzələ nəticəsində xoşbəxtlikdən insan itkisi baş vermədi, lakin uzun müddətli müzakirə olunan məsələ tikililərin zəlzələyə davamlılığı yenidən aktuallaşdı. Türkiyə əmlak mütəxəssisi Dəniz Tunca deyir ki, 2000-ci illərdən sonra inşa olunan binaların çoxu zəlzələ standartlarına uyğun tikilib. Eyni şeyi bu tarixdən əvvəl inşa olunanlar haqqında demək isə çətindir. Çok eski evlerimiz var. Bunların yeniden yapılması lazım. Şimdiki bu depremle daha da hızlı olacak. Çünkü insanlar artık daha hızlanması lazım. Bunun için de devlet kentsel dönüşüm, yani evlerin yeniden yapılması için destek veriyor. Kira desteği veriyor, taşınma desteği veriyor. Bundan da çok yer hepsi faydalanıyor. Ekspertlər hər kəsi binaların zamanında yenilənməsinə cəlb olunmasının vacibliyini vurğulayırlar. Emlak inşaat firmaları değil, dünyadaki herkes oluyor ama biz Azerbaycan kardeş ülkemiz olduğu için oradaki emlak inşaat firmalarıyla buradakilerin birleşip daha hızlı olması için, İstanbul'daki bütün evlerin yenilenmesi için yol açıldı. Bundan da çok mutlu olduk. İnşallah daha büyük bir depreme denk gelmeyiz. Gelmeyecek söyleniyor. 6,2 oldu bu deprem. Gene de bir yıkım olmadı. Sadece eskiden zarar görmüş, çok kötü olan evlerde ufak şeyler oldu, evet. Bu dəfəki zəlzələ tələfatsız ötüşsə də geoloqlar İstanbul üçün daha bədbin proqnozlar verir. Problemdən daha az ziyandan çıxmaq üçünsə yenidən şəhərləşmənin önəmi xüsusi vurğulanır.